İlk bizə müraciət edən zaman hansı şikayətlərlə yaxınlaşmışdınız? Fizikdə və pozitiv psixologiya mərkəzinə yaxınlaşanda qızım da danışa bilmirdi, sözlərini ifadə edə bilmirdi, ancaq əlindən göstərirdi. Çox şeyləri biz başa düşməyəndə də əsəbləşirdi, başını hara gəldi vururdu. Yəni ağrı hiss eləmirdi, nervlənirdi, çox qışqırırdı. Yəni başa sala bilmirdi ki, bizi, yəni mən bunu istəyirəm. Sadəcə əlinlə, barmağınla göstərir. Çox şeylərdə başa düşə bilmirdi. Yəni özünü ifadə edə bilmirdi. Bəs hal-hazırda necədir vəziyyət, gedişatla bağlı məlumat verərdiniz? Hal-hazırda vəziyyət deyərdim ki, çox yaxşıdır. 3-cü ayımızdayıq. Yəni qızımda çox fərqlər hiss edirəm. Yəni əvvəlki kimi əsəbləşməyi, başını vurmağı, belə hallar ümumiyyətlə yoxdur. Yəni sözləri deyə bilir, söz balansı artıb. Əvvəllər heç danışa bilmirdi. Eləcə tək-tük sözlər deyirdi, amma indi cümlə qura bilir, özünü ifadə edə bilir. Yəni demək olar ki, hər şeyi başa sala bilir. Yəni çox razıyam Aysel müəllimədən. Yəni çox sağ olsun, çox yaxşı. Yəni çox razıyam. Bəs digər valideynlərə, sizin kimi eyni şikayətlə narahat olan valideynlərə nə kimi tövsiyə edərdiniz? Mənim kimi şikayət olan valideynlərə buradan demək istəyirəm ki, yəni heç kimə qulaq asmasınlar. Yəni hamı qıraqdan deyir ki, lazım deyil, loqoped nədir, psixoloq aparma, uşaqdır, düzələcək. 3 yaşı var, qoy 4 yaş olsun. Yəni bunu demək istəyirəm ki, yəni gecikdirməsinlər. Yəni mən başqa mərkəzdə olmuşdum, qızımı aparmışdım. Yəni o mərkəzdə məni çox qorxutmuşdular ki, sənin qızına psixoloq da lazımdır, loqoped də, duyu bütünləmə də. Yəni dediyin hər şey lazımdır. Yəni sənin qızında ciddi bir problem var. Yəni mən sizin mərkəzinizə, pozitiv psixologiya mərkəzində sizin konsultasiyanızda olandan sonra yəni bildim ki, çox sağ olun. Yəni mənim qızıma nə psixoloqa, nə duyu bütünləməyə sadəcə tənbəllik var bizdə, sözlərimizi deyə bilmirik. Yəni bizə bir dənə loqoped lazımdır. Yəni çox şükür ki, yəni bugünkü gündə yəni yaxşı ki də heç kimi eşitmədim. Qızımı vaxtında gətirdim. Sizi kimi gözəl insanları tanıdım. Yəni çox razıyam pozitiv psixologiya mərkəzinin əməkdaşlarından, hər kəsdən. Yəni çox sağ olun ki, yəni bizə belə qayğı göstərirsiniz.